Fövqəladə Hallar Nazirliyinin yanında İctimai Şuranın katibi kimi fəaliyyət göstərirsiniz. İctimai əsaslarla konkret nəyə nəzarət edirsiniz və nəzarətinizin bir statistik nəticələri var mı? Təbii ki, bu ictimai nəzarət mexanizmi cənab prezidentin bilirsiniz ki, fərmanı əsasında həyata keçirilir və bütün dövlət qurumlarında olduğu kimi Fövqəladə Hallar Nazirliyi tərəfindən də bizim belə deyim də iştirakımızla həyata keçirilir və buradakı əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı, o necə deyirlər, təmin eləməkdir. Yeri gəlmişkən fürsətdən istifadə edərək bizim dinləyicilərimizə də qurumla bağlı hər hansısa bir müraciətiniz, bir şikayətiniz olarsa, eyni zamanda Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya da müraciət edə bilərsiniz həmin prosesin araşdırılması üçün. Təbii ki, biz nazirin birbaşa aparatı ilə əlaqədəyik. Bu prosesin daha müfəssəl, daha dərindən araşdırılması üçün hər hansısa bir problemin fərqi yoxdur. Bu xüsusi riski xilas etmə xidməti ilə də bağlı ola bilər, Dövlət Yanğın Nəzarət Xidməti ilə bağlı ola bilər, Tikinti Təhlükəsizlik Nəzarət Dövlət Agentliyi tərəfindən də ola bilər. Hər hansısa bir məsələ ilə bağlı bizimlə əlaqə saxlayaraq, belə deyək, müraciətinizi eləyə bilərsiniz. Eyni zamanda həmin o, belə deyək, proseslərin statistik nəticələrini özümüzdə, belə deyək, qeydlərimizi aparırıq, özümüzdə biz hesabat formasında hazırlayırıq.